O ki, indi son bu həftələrdə müşahidə edirsiniz, məscidlərə qarşı cəsarət olunur, sözlər deyilir. Bunun özləri də etiraf edirlər, cəhalət üzündən deyilən sözdür. Bunlar güya özləri savadlı kadrlardılar, güya özləri elm əhlidirlər, güya o qədər savadlıdırlar, məscidə gələnləri savadsız bilirlər. Nəyə lazımdır məscidlər? Məscidləri sökdürüb yerində məktəb tikdirin. Siz məktəblərlə dünyanı dağıtdınız. Sizin universitetləriniz, orta məktəblər üçün səviyyəsi nə cürdür ki güya? Universitetlərinizdə, məktəblərinizdə əxlaqsızlıqlar baş alıb gedir, rüşvət baş alıb gedir, təhsil də göz qabağında. Oranın məzunları da göz qabağında. Sizin millət vəkilləriniz, sizin məmurlarınız iki kəlməni danışa bilmirlər. Amma məscid əhlinə baxınız. Onlarda olan şücaət, onlarda olan insanlıq dəyərləri. Bax, 2-ci Qarabağ müharibəsində nə qədər şəhidlər, cavanlar hələ məscidlərdən çıxmış cavanlardır. Ya Hüseyn deyib şəhid oldular. Siz oturmuşsunuz indi məscidin əleyhinə danışırsınız, məscidi bəyənmirsiniz. Məscidin əleyhinə danışmaq sizin dinsizliyinizi, sizin savadsızlığınızı çatdıran bir amildir, göstəricidir. Savadlı bir insan bilər məscid nədir, Quran məscidi necə tanıtdırır, Peyğəmbər, imamlar məscidi necə tanıtdırır, dahi insanların məscidə münasibəti necə olubdur.